Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox ləzzətli, dadlı pilmin hazırladım. Pilmini hazırlamaqdan ötəri baxaq görək hansı ərzaqlardan istifadə elədim. Xəmir üçün lazım olan ərzaqlar: un, yumurta, bitki yağı, duz. Hamısını bax belə çalıram. Biraz su əlavə eləyirəm. Bir daha su ilə də açıram və başlayıram xəmiri yoğurmağa. Niyə mən xəmirə bitki yağı əlavə eləyirəm? Onda bu xəmir bişəndə nə əzilmir, nə də biraz da hətta suda qalsa şişmir. Su əlavə eləyəndə biraz ehtiyatlı olun. Neçün ki, burada yumurta ağlı sarılı istifadə olunur və siz suyu artıq əlavə eləsəz, onda xəmiriniz çox yumuşaq olacaq. O da vacib deyil. Xəmiri hazırladım, qoydum dinlənməyə. İndi isə pilmin içliyin hazırlayıram. Mal əti, qoyun əti, soğanı, ət çəkəni xırda gözündən çəkirəm. Duz, istiot əlavə eləyib yaxşıca qarışdırıram. Niyə mal əti ilə qoyun ətini qarışdırıram? Onda içlik çox qəşəng yumuşaq olur. Dincəlmiş xəmiri bölürəm 8 kündəyə tərəzi yolu ilə. Bugünkü videoda mən sizə 2 cür pilmenin hazırlanma qaydasını göstərəcəm. 8-ci kündəni mən 3 hissəyə bölürəm. Ne üçün? Videoya əvvəldən axıra qədər baxsaz, siz bunu biləcəksiniz. Yenə də xəmiri qoyuram dincəlməyə. Üstün təbii ki, örtürəm ki, qurumasın. Dincəlmiş kündələri başlayıram yaymağa. Kündəni yaydım və bu cürnə dəmirlə dairəsi 5 sm olan mən belə yumrular kəsirəm. Kəsilmiş yumruları gördüyünüz kimi üst-üstə yığıram. Onu ne üçün edirəm ki, yumrular qurumasın. Yoxlanılmış üsuldur. Siz də belə eləsəz çox yaxşı olar. Evdə hazırlanan pilmenin üstünlüyü xəmiri nazik və bol içli və mən pilmenləri bükürəm. Video baxdıqca sadəcə olaraq nəzər yetirin xəmirə, necə gözəl, rahat xəmirdir, yəni yapışmır, eləmir, amma çox rahat işlənir. Ne üçün? Xəmirin tərkibində bitki yağı var.
Kanalda düşbərə videosu var, ərişdə videosu var və kim o videolara baxıbsa, fikir vermişsiniz ki, mən xəmirə yumurta da əlavə edirəm, bitki yağı da. Niçin ki, hazırlanmış məmulatı suda qalanda şişmir. Necə var, elə də qalır. Və proses davam eləyir. Bu da ətin qoyma ikinci üsulu. Bu daha rahatdır. Əti bir dəfəlik qoyursunuz xəmirin üstünə və tez-tez pilmen bükülür. Birdən maraqlı olar ki, pilmenin içliyin qramı kimə maraqlıdırsa 20 qramdır. Məsələn, əgər hazırlayan adam fikirləşir ki, qaşıqla götürəndə eyni deyil, əti qoyun qabağınıza, tərəzidə 20 qram çəkin, podnisə yığın və çox rahatlıqla pilmen bükülür və vaxtı qənaət edirsiniz. Bugünkü hazırlanan miqdardan pilmen çox olur. Mən pilmeni hazırlayıram. Əsas hissəni qoyuram buzxanaya, sonra qablaşdırıram. İstənilən vaxtı da bişirib nuş edirik. Onu da qeyd edim ki, pilmen buzxanada uzun müddət qalır. Hazır pilmenləri yığıram unlanmış taxtanın üstünə və bu minvalla mən bunları buzxanada donduracam. Bu mənim ikinci üsulum. Çox bəyəndiyim üsuldur. Sual olar, niyə? Xəmirin çıxarı az olur. Və beləcənə kəsirəm. Sonra bunları qəşəngcə yayıram. İçin doldururam və eynən pilmendir. Yenə də vurğulayıram. Bu üsulda ən yaxşı məqam odur ki, xəmirin çıxarı olmur. Bugünkü videoda iki üsuldan istifadə elədim. Video baxandan sonra kimin pilmendən xoşu gəlir, hansı üsulu bəyəndisə, o üsulla da hazırlayın. Peşman olmarsınız. Fikir verdiyiniz kimi eyni formadır. Eyni ölçüdür. Nə qalındır, nə nazikdir. Sadəcə olaraq, yenə deyirəm, bu üsulun ən yaxşı tərəfi odur ki, xəmirin çıxarı azdır. Pilmenlər artıq hazırdır. Buzxanaya gedən buzxanaya getdi. Mən isə indi bir kündənin pilmenin bişirəcəm. Suyu qaynadıram, duz əlavə edirəm və 2 dəfnə yarpağı. Onda pilmenlər daha ətirli olur və dadlı. Baxın, görün, nə pilmenlər əriməyiblər, necə var, elə də qalıblar. Çünki tərkibində yumurta ilə bitki yağı var. Pilmenlər bişib, hazır olanda pilmenlər bax bu cürünə suyun üzünə qalxır. Və yaxud da ki, belə qeyd edim. Pilmenlər qaynara düşəndən sonra 5 dəqiqə bişsələr tam kifayətdir. Və sonuc bu gözəlliyə baxın. Dadı isə, ləzzəti isə inanınız ki, siz hazırlasaz, əmin olacaqsınız ki, çox ləzzətli bir xörəkdir. İstərsiniz xama ilə, istərsiniz sarımsaqlı qatıqla, istərsiniz ketçupla, mən hazırladığım qırmızı biberlə dadına baxıram və möhtəşəm. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar.
Kimin kanalında? Elmira Qadirova'nın YouTube kanalında.